Ay Nergis. Az dur lan! Neyi partadın hayırsın? Ne inirsen orada? Ne sallamsan kapıda? Ne alacağım? Yine girifler otağa. Seher durdum gördüm ki yoktu. Yine gece gidip vızbaşı bir tane yanına. Allah kursun onu ile. Ağlayıp eləmə. Bir yerde yatmayıblar. Dünə sən yatdın, mən sənin xorultundan yata bilmədim. Səhərəcən onları güdmüşəm. Azad heç yeri getmədi. Uzandı burada divanda yatdı. Bah! Sen Allah dizmi deyirsən ay. Ay bah! Şart xəbər olasan seni. Yüreğimi yemişəm bayaqdan. Tapdım. Bana bak, sen Azadı çağır. Yok. Ya da özünü dünənki kimi xəstəliyə vur. Mən gelim çağırım. Hem çağırım, hem de görüm oradan ağalıyırlar. Sesləri gəlmir axı. Evdə yoxdular. Harasa gediblər. Tova düz deyirsən? Mən boyda arvad yalan danışacağam. Deyirəm yoxdular da. Ay mı behar yediflər. Mən nə bilim. Heç mənə söz deyir Azad. Allah göydən baxır. Allah mənim ağımı yerdə qoymayacaq. Bir dəfə də mən gəzməyə aparmadım, arojunu almadı. O fırlanan nə bilim, andıra qalmışam, indirmədi məni. Ama o filite vızbaşı her gün gəzməyə aparır. Yalnız döyülürəm dana. Hirslənmə. Bax hirslənmə. Eşitdin? Bizə sən hirslənəndə, bəlbət danışanda ya, elə bil ki, mənim bütün işlərim pozulur. Azul xeyirli aç. Sən əsəbləşmə. Gəl gedək kartofları soy, mən də xörəyimi bişirim. Durna hambal daxı. Özüdür mahir sistemini. Terməni özümlə çıxardır, partlanır, bağırmaz məni. Netəri, hambalam mən ayma. Ancaq yemək pişirməyə lazım olur. Heç nə də eləməyəcəm. O ifritə sülənməklərdir, sülən. Gəlin pişirər. Pişirməyəcəm daha heç nə. Pişirməyəcəm dedim. Ay Allahım mənə səbir ver, səbir. Allah muhasədri versin. Qulaqda gəzən it qızı. Ne diyeceksin? Dur çıkar buradan. Oturmaya gelmemişim. Tural otur da ayak üstə danışacağıq. Dedim ki dur çıkar buradan. Tural ayak üstə danışılacaq söhbət deyil. Otur, xahiş edirəm. 2 kəlmə söhbət eləyə gedərsən. Eşidirəm. Tural, mən həyatda heç kəsin dalıcı bu qədər qaçmamışam. Necə ki indi sənin. Ayşen ne boş danışırsan yine. Söz verdi çıkım gelip. Adam mənə şər atır. Yine ne kıldı aşsın sen bana? Deyirəm ki, anam mənə şər atır da, bizi ayırmaq üçün anam mənə şər atır. Gözünü aç da, bədbəxt olacaqsan, Xəbərin var? Benim bilmediğim neyi bilirsen sen? Sən bilirsən ki, sən o Rusiyadan almaq istədikləri qızın ayağı şikəsdir.
Səhərin göz açılmamış hara belə? Hə, sən ana atasını aparırsan verməyə. Məncə də düz eləyirsən. Elən yaxşısı budur. Tərlan biz gedirik. Tərlan, biz həmişəlik öz evimizə gedirik. Doğrudan? İkisini də aparıb qoyub gələcəksən, hə? Yox Gülzar, mən də gedirəm. Uşaqlarla bir yerdə öz evimdə qalacağam. Hə, nə yaxşı. Sevindim. Bilsəydim belə sevinəcəksən, çoxdan gedərdim. Ay qız bəsdir. Ölürsən də söz demək üçün. Əslində düz edirsən. Uşaqlara ata lazımdır. Öz evləri hər yerdən gözəldir. Evin içini bilmək olmur. Öz evimiz hər şeydən gözəldir. Tərlan, qorxma, hər şey yaxşı olacaq. Mən yenə gələcəm. Sənan da gələcək. Mələk, getmə, tək qalacağam. Qorxma, mən yenə gələcəm. Ya baba, baba, mələk, getmə. Qorxma. Tərlan, gəl. Gəl. Dəymə uşaqlara. Mənim ürəyi gözəl balam. Səndə olan ürək heç kəsdə yoxdur. Mən səni bilsən necə çox istəyirəm. Ay Nərgis. Bəlkə getməsin ay baba. Vallahi onlar adam değiller ay baba. Tez-tez gələcəm, yaxşı? Mən evdə gətirəcəm. Bebe, getmə, nə olar, məni tək qoymayın. Gülzar. Bilirəm, aramızda çox inciklik oldu. Narazılıqlar oldu. Ama evinde mənə yer verdin. Hakkını halal elə. Allah xoşunuz olsun.
Necə yəni şikəstə? Ola bilməz. Sən yalan deyirsən. Başqa şey deyəcəydin, bu ağlıma gəldi, bunu dedin. Yox, Tural. Başqa şey deməyəcəydim, elə bunu deyəcəydim. Səndən gizlədirlər. Yaxşı, sən bunu bəs hardan bilirsən? Anam mənə gəlib deməyib, sənə gəlib deyib bu məsələni. Tural, sən məni istəməsən də mən sənin yaxşılığı istəyirəm. Anamın bir-iki nəfər tanışı var Rusiyada. Onlara yığdı dünən. Bu Atavın iş yoldaşı Həsənin qızıdır. Özü də ayağı şikəstdir. Sənə bunu yaraşdırdılar. Anam belə bir şey necə eləyə bilər axı? O qızla evlənəcəksən. Xəstəsən sən. Heç belə bir şey olmasaydı da evlənən deyildim. Bax, anam bizi boş yerə ayırmadı. Onun məqsədi elə buydu. Atavın işlərinə görə səni qurban verirdi, bədbəxt eləyirdi. Bilirəm, sən hələ də Saran sevirsən. Amma Gülzar xala onu sənə almayacaq. Mənim yerimə heç kim qərar verə bilməz. O sənə elə gəlir. Amma əgər o qızla evlənmək istəmirsənsə, mənim sənin daha yaxşı təklifim var. Yine xəbər yoxdur. Alo. Salam Seymur. Hardasan? Şamillə danışdın? Hə, danışdım, nədir ki? İncəyib hə məndən. Vallahi mən gəlmək istədim. Anam qoymadı. Dünəndən də blokdan çıxartmışam. Heç nə yazmır. Açığı mən də səndən incidim də, Gülşən. Niyə inciməsin ki o? Sən gedib anala qulaq asdın. Ailəvi seçmədin. Seymur, sən hardasan? Bura gələ bilərsən? Sizdə nə işin var, Gülşən? Gəlim Gülzarla dava eləyim, qırğın dava düşsün. Seymur, anam nə qədər evdə yoxdur, gəl məni buradan apar. Anam evdə olsa çıxa bilməyəcəm. Zarafat eləyirsən? Doğrudan deyirsən, indi gəlin. Hə də indi. Anam Tərlanı idmana aparıb. O gəlinə kimi tez gəl. Yaxşı. Sən hazırlaş, gəlirəm. Sənin ağzından çıxan qulağına işləyir. Bircə bu qalmışdı. Utanmırsan sən elə mənimlə
Aman müldürəriyim beni. Sen buraya ne herifsin? Öz evimizə gəlmişik. Yoxsa səndən icazə almalıydıq. Ondurlarında yığım ne boyda gətiribdi? Sıçrayın olmaz evimizden. Elə bir dedəsinin xarabasıdır. Bəlkə sənin dədənin xarabasıdır. Bura bizim evimizdir. Rədd ol, sən get buradan. Çıx, onsuz mağam biləndə ilk kim qovacaq səni? Bura bizim evimizde. Özün çık git buradan. Serpiş, sen sus! Ayva! Ay qız, bir də uşağına toxunsan sənin bu əllərimi qırarım, eşidirsən? Doğru pıs-pısa! Ayva! Bırak! Ayva! Va! Ne olur? Ne kışkırırsan? Zili geldi. Kim geldi? Kara pıs-pısa! Nergisi deyiləm. Ondura qalmış fişlərini də yığıb gəlibdi. Başım xarab olur. Onun burada ne işi var? Az! Sen burada ne geçirsen ha? Adamdan aburhaya yaxşı şey diye. Bu ev mənim uşaqlarımın evidir. Mənim də haqqım var bu evdə. Ay sen öylesen. Bunun da hakkı var bu evde. Hakkın girsin gözüme. Yetimleri de salıp yanına gelip kapıma. Sen ne hayasız adamsın ha? Sizlə başqa cür danışmaq olmur. Sizlə bax belə danışmaq lazımdır. Oy oy ayma, Mehter'e yarımda dili var. Bana bak. Ne kadar ki Azad gelmeyip. Götür küçüklerimi redd ol buradan. Heç yerə getmirik. Mənim uşaqlarım qapılarda qalası deyil. Bana bak. Elə eləmə ki yapışım saçlarından sürüyüm atım seni küçüğe. Seni o vekil öyredi be. Sən də məni məcbur eləmə ki polisə zəng eləyim. Əgər polis gəlsə, mən yox, bu evdən siz çıxacaqsınız. Nərgiz? Əla işdir. Ürəyin istəyən nə tip batıram mən? 2 gün müddətində borcu çatdırmalıyam. Neyiniyim? Mənə görə eləmsən. Ata, mən də gəlmişəm. Bu elindeki nedir? Ana, sonra danışarıq. Neyi sonra danışarıq? Gittin evlendin. Daha ananı saymırsa.
arzuna çatdın? Ana, dedim ki sonra danışarıq. Ayma. Daha mən heç zat demirəm. Özün görərsən daha. Allah belasını versin. Mənim ürəyimi qıranların, ürəyimin qırıqları elinə yığına batsın. Alqana boyansın hamısını. Sən də Sənanı gətirdin, çox sağ ol. İndi çıx get. Tək Sənanı gətirməmişəm. Qızını da gətirmişəm. Qızın da, mən də bu evdə qalacağıq. Azad, bu nə deməkdir? Nərgiz, səbrimi daşırma. Azad, bunlar burada qalsa... Sən geç otağa. A- Keç otağa dedim. Axı ki dediyini elədi. Sən də ananın üstündən keçdin. Sağ ol bala, sağ ol. Ana, sən qarışma. Nə qarışma? Bilmirsən kimdir, nəçidir, hardan gəlib? Nə oldu? Qaçı qaç idi? Niyə tələssin evlənməyə? Niyə böyük saymırsan? Ana, mənim həyatımdır, mən yaşayıram bu həyatı. Birincidə də mənə qulaq asmadın. İkincidə də qulaq asmadın. Gördün də sənin də gətirdiyini. Sənə 1000 dəfə demişəm ki, mənim həyatıma qarışma. O oradan çıxdı. Sən bilirsən ki, mən səni qoymayacağam burada qalmağa. Sənan mələyi də götür, keç otağa. Ata, anam getsə mən də gedəcəm. Sən gəl bura. Bırax qolumu. Bırax anamı. Sənan, Eləmə. keçin otağa. Danışıb gələcək. Nə danışacaqsan? Tut qolundan at bayıra. Rədd elə getsin. Sənan, mən heç yerə getmirəm. Danışıb gələcəm. Tut bunu. Bırax qolumu. Qardaş, mən qorxuram. Qorxma Mələk, qorxma. Bırax. Qolumu bırax. Bırax qolumu. Nə etməyə çalışırsan, Nərgiz? Güya mənə qulaq asacaqsan. Hə? Mənim dediyim sözlərin sənin üçün bir dəyəri var. Yoxdur dəyəri. Niyə soruşursan onda? Bilə-bilə ki, səni rədd eləyəcəm evdən, nəyə gəlmirsən? Nəyə ümid edirsən? Barışmaq istəyirsən? Alınmayacaq Nərgiz. Mən evlənmişəm. Bilirəm. Bilirəm, evlənmirsən. Gördüm. Nə etməyimi istəyirsən? Təbrik edeyim. Xeyirli olsun deyim. Mən heç. Mən cəhənnəmə. Bəs uşaqları fikirləşmədin. Sənin o uşaqlara yaşatdığın stressdən xəbərin var. Bu həyatda sənin üçün Sənandan başqa heç kəs yox idi. Nə oldu? Heç olmasa Sənanı düşünərdi. Ha, sən çox düşündün axı. Bugünə gəlməyimizin də səbəbkarı sənsən, Nərgiz. Yazıq uşaqlar. Uşaqları bəhanə eləmə, Nərgiz. Necə gəlmisənsə, mələyi də götür çıx get. Əgər baxa bilmirsənsə, onu qoy burada özün get. Bu dəfə belə olmayacaq. İkinci yox. İstəyirsən boşan, üçüncü dəfə evlən. Heç yerə gedən deyiləm. Nərgiz, Bu ev mənim uşaqlarımın da haqqıdır. Onlar harda, mən də orada. Məndən xoşun gəlmirsə, özün çıx get. Ya da evi sat, iki yerə böl.